Rəqsənə, səndən eşidək, hər vaxtın yenidən xeyir olsun. Salam Şinarə, hər vaxtınız xeyir olsun. Sizin də vurğuladığınız kimi bugün ölkəmizdə ilk dəfə olaraq data, ERP və süni intellekt mövzusunda zirvə keçirilir və təbii ki, bu ilk dəfə olaraq keçirilir. 3 paneldən ibarətdir və ilk paneli saat 11 tamamda başlayacaq. Onunla bağlı informasiyaları diqqətinizə çatdıracaq və bu forumun keçirilməsinin əsas mahiyyəti günümüzdə rəqəmsal transformasiya ilə bağlı Azərbaycanın rəqabət qabiliyyətinin artırılmasıdır və daha detallı, təfərrüatlı informasiyanı ümumiyyətlə günümüzdə süni intellektin önəmi və digər istiqamətlərdə panel mövzuları ilə bağlı informasiyaları ilə qonağın, yəni forumun tərəfdaşlarından biri olan tərəfdaş heyətinin üzvü Rəşad Qurbanovdan alacağıq. Xoş gördük Rəşad bəy. Buyurun, təfərrüatları sizdən eşidək. Salam, xoş gəlmisiniz. Bəli, bu günləri ölkəmizdə ilk dəfə keçirilən kifayət qədər böyük data, ERP və süni intellekt zirvəsindəyik. Əslində, bu barədə danışası olsam, tədbirin mahiyyəti kifayət qədər böyükdür. Çünki bildiyiniz kimi, hal-hazırda kifayət qədər kritik bir dövrdə yaşayırıq. Bəzən insanlar bunu rəqəmsal transformasiya dövrü, bəzən insanlar bunu 4-cü sənaye inqilabı adlandırırlar. Ancaq mən bunu data dövrü adlandırıram. Çünki data hər zaman hər bir şeyin idarə olunmasında mühüm bir rol oynuyor. Biz dataya təkcə informasiya yox, həmçinin strateji kapital da deyə bilərik. Çünki bu strateji kapital nə zaman dəyərə çevrilir? Bu zaman biz ERP və süni intellekt sistemlərindən istifadə etdikdə. Forumun üstünlüyündən, forumun iştirakçılara qatacağı dəyərdən danışası olsaq isə, forum kifayət qədər geniş səviyyədə təşkil olunubdur və hal-hazırda ölkəmizdə data və süni intellektlə bağlı böyük səviyyədə işlər görülür. Misal olaraq, ölkə başçımız cənab prezident İlham Əliyevin 2025-2028-ci illər üçün süni intellekt strategiyasını təsdiq etməsi ölkəmizin AI, data təhlükəsizliyi, kadr hazırlığı sayəsində kifayət qədər dayanıqlı işlərin görüldüyünün bir əyani sübutudur və bu günləri ölkəmiz üçün data və süni intellekt informasiyanın, idarə etmənin və infrastrukturun əsas sütunlarından biridir. Günümüzdə data ilə bağlı, data çatışmazlığı ilə bağlı, data çirkinliyi ilə bağlı kifayət qədər mənfi rəylər alırıq. Əslində, bu günləri bu tədbirdə həm ölkəmizin, həm də xarici qonaqlarımızın göstərdiyi möhtəşəm nümunələr, möhtəşəm təcrübə vasitəsilə bu məsələlərin bir çoxuna biz həll yolu tapacağıq və bir çoxu ilə tanış olmaq olacağıq. Əlavə olaraq, bizim süni intellektlə bağlı burada təqdim etdiyimiz həllər var. O süni intellekt həlləri həm ölkəmizin özəl şirkətləri üçün, həm də dövlət səviyyəsində kifayət qədər böyük uğurlara imza atacaq bir həllərdir. Teşekkür ederim Rəşad bəy. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, hazırda ölkəmizdə ilk dəfə olaraq data, ERP və süni intellekt mövzusunda zirvə keçirilir və bu forum əhəmiyyətlidir. Məhz dünyada süni intellektin, rəqəmsallığın transformasiyası ilə bağlı atılan addımların nəticəsi kimi və elə biz hazırda forumda iştirak edirik və burada müxtəlif stendlər də quraşdırılıb. Həmin stendlərdə də elə süni intellektin gücü ilə bağlı məqamları əks olunub. Tədbir forum az sonra başlayacaq, saat 11 tamamdan itibarən başlayacaq və panellər boyu da məhz süni intellektin günümüzdəki önəmi ilə bağlı məqamlar əks olunacaq. Bir məqamda xüsusilə vurğulayım ki, məhz yəni 2023-cü il UNESCO-nun məlumatına, hesabatına əsasən hazırda, yəni irəliyən dövrdə 2030-cu ilə qədər data və süni intellektlə bağlı dünyada 85 milyondan çox iş yerinin açılacağı gözlənir və təbii ki, bu da böyük bir, hətta bu rəqəmdən qat-qat artıq şəkildə işçi kütləsinin, işçinin işlə təmin olunması deməkdir. Yəni bu da elə önəmin, süni intellektin önəmli, datanın, informasiyanın günümüzdəki önəmini bir daha vurğulayır. Çatdırı biləcəklərimiz bu qədərdir. Sözü yenidə sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsənə, ətraflı informasiyanı bizə ötürdüyünə görə.